Salam değerli izləyicilər, 1 dekabr 2025-ci il Bakıda 204 güzəştli mənzil satışa çıxarılır və cəmi 2 gün vaxt qalır. Rəsmi açıqlamanı diqqətinizə çatdırıram. Zəhmət olmasa burada üstə gəl işarəsi görünürsə bir dəfə üzərinə vura bilərsiniz. Dəyərli izləyicilər, Mida Binəqədi yaşayış kompleksi üzrə mənzillərin satışını həyata keçirir və agentliyin mətbuat katibi bu barədə açıqlama verib. Birlikdə Binəqədi yaşayış kompleksi 9 və 12 mərtəbəli olmaqla 28 yaşayış binasından ibarətdir. Bu binalarda 1398 mənzil olacaq. Həmçinin məktəb və bağça da nəzərdə tutulur və qurum rəsmisi bildirir ki, mənzillərin satışına 3 dekabr saat 11:00-da başlanacaq və 12 dekabr saat 11:00-a qədər davam eləyəcək. 3 dekabrda həyata keçiriləcək güzəştli mənzillərin satışı zamanı Binəqədi yaşayış kompleksi ilə yanaşı Hövsan yaşayış kompleksinin 1-ci və 2-ci mərhələsi, Sumqayıt və Lənkəran yaşayış kompleksləri, yeni layihə olan Yevlax və Şirvan yaşayış komplekslərinin də satışı həyata keçiriləcək və elan çərçivəsində 627 mənzil satışa çıxarılacaq. Mənzillərin əldə edilməsi elektron hökumət portalı üzərindən həyata keçirilir. Gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr tarixindən başlayacaq və 12 dekabr tarixinə qədər davam edəcək. Vətəndaşlar bu mənzilləri həm öz vəsaiti hesabına ödəniş üsulu ilə, həm də güzəştli ipoteka vasitəsilə də əldə edə bilərlər.